arası disklərin sıxılması baş verir və belə əzələlər zəif olduğundan yırtıq əmələ gələ bilir. Ona görə həmişə mən deyirəm ki, əsasən bu ofis işində oturaq həyat sürən insanlarda heç olmasa hər bir yarım saatdan, bir saatdan bir qalxıb bir gimnastik upражнениyalar eləmək mütləq lazımdır. Belə hallarda biz özümüzü qoruya bilərik. Yəni ki, problem yarandan sonra həkimə o qədər də müraciət eləmək yox. Əvvəlcədən qarşısını almaq lazımdır ki, bu problemlərlə rastlaşmır. Çox vaxt müraciət edirlər, cavan insanlar həmən bu problemlərlə rastlaşırıq. Ona görə biz müayinə eləyirik, MRT eləyirik, lazım onda rentgenoskopiya eləyib, müayinə eləyirik, yaranmağın səbəbi nədir? Lazım onda medikamentoz müalicə eləyirik, fizioterapevtik prosedurlar təyin eləyirik, mütləq idman, gimnastika məsləhət görülür. Lazım onda problem daha ağır olanda müdaxilə eləyirik. Oynaq daxili girib, blokad eləyir, bu problemi aradan götürürük.